Qardaşına yazdığı məktubda Səməd Behrəngi belə deyir: "Mən ömrümdə bircə dəfə olsun ş hərfini uşaqlara şah sözü ilə öyrətməmişəm. Şahbanu və vəliyyət sözlərinin üstündən atılıb keçmişəm. Mən kitabımın birinci səhifəsini onlara necə həsr edə bilərəm? Qoy evimizin damı uçsun. Mən ş hərfini şah, şahbanu sözləri ilə, ə hərfini vəliyyət kəlməsi ilə öyrədə bilmərəm. Bəli qardaşım, onlar mənə bunu təklif edirdilər. De görüm, nə etməliyəm? Bütün həqiqətləri və şərəfimi bu kitabın yolundan qoyum. Bəs onda şagirdlərimə, uşaqlarıma nə cavab verim?" Səməd Behrənginin əsərlərinin əsas mövzusu azadlıq və ana dilidir. Məsələn, Xoşbəxt Adam adlı satirik əsərində evində sadəcə fars dilini danışan, uşaqlarına türk dilini öyrətməyən, üstəlik türk dilinin cahillərin dili olduğuna inanan, türk mənşəli bir ailəni, Koroğlu və Keçəl Həmzə, Balaca Qara Balıq, Göyərçinli Keçəl Oğlan, Bir günlük xəyal və həqiqət hekayələrində isə şah rejimi işarə edərək despotizmi, senzuranı, müstəmləkəçiliyi, istibdadı tənqid edir. O, ömrünü Azərbaycanlı uşaqların həyatına təsir etməyə həsr edib, gələcək nəslin öz hekayəsini unutmamasına